Birgə nikah dövründə ev aldılar, təmir etdilər, hər şey gözəl idi, amma bu xoşbəxtlik çox çəkmədi. Boşandıqdan sonra isə pulu bölə bilmədilər. 12.500 manatı məndən tələb edirlər. Bundan sonra bir də belə mövzulardan narahat eləsəm. Vətəndaş Rəşad Mikailov iddia edir ki, Günel Məmmədli ad soyadlı şəxslər birgə nikah dövründə çox mərtəbəli binadan ev alıblar, təmir ediblər. Amma boşandıqdan sonra isə təmirə çəkilən xərclər düzgün qiymətləndirilməyib və ondan daha çox pul tələb olunur. 2023-cü ilin avqust ayında mən MTK-dan daxili müqaviləyə ev aldım. İlk öncə 15.000 manat idi. Biz razılaşdıq ki, 5.000 manat əvəzindən verirəm, evi təmir elətdirirəm, evə köçəndə 10.000 manat verirəm. Ondan sonra köçəndən sonra ayba ödənişlər ödəyəcəm. Bundan sonra bizim bu ailə problemlərimiz olandan sonra qarşı tərəf həm evin təmir xərclərini üstümə qoydular, həm də ki, evə ödədiyim pulları, hansı ki ilk ödəniş, ondan sonra aylıq ödənişləri, təxmini deyim də sizə 25.000 manat evin daxili kredit olan ödənişləridir, ilk ödənişlə bir yerdə. Bundan sonra qiymətləndirməyə müraciət elədilər. Qiymətləndirmədən 24.900 manat evə təmir xərcləri çıxartdı. 25.000-i bunlar bölmək istəyirlər və qiymətləndirmədə 25.000 manatlıq xərc çıxardıblar ki, evə təmir xərcləri 25.000 manat. Burada sadəcə məsələ nədir? Mən özüm bu işləri bacarıram deyə, usta işlərini bacarıram deyə bütün evin təmirini özüm eləmişəm. Bütün hər bir şeyini, santexnikası, ondan sonra rəngsaz işləri, alçıpan işləri, hər bir şey özüm eləmişəm. Ustaya bir qəpik xərcim olmur. Mənim ümumiyyətlə o evə 5.000 manat material xərcim çıxıb. Qarşı tərəf özü də gəlirdi hər dəfə bunlara video çəkirdi. Mənim orada işləməyimlə bağlı nə işlər görən, hamısı video çəkibmişdi. Amma qiymətləndirmə zamanı təmir xərci 25.000 çıxıb, hə? Bəli, qiymətləndirmə zamanı təmir xərci 25.000 çıxıb, mənə heç bir sorğusu olmadan, mənim fikrimi dindirmədən və sübutlar təqdim edilmədən, evə baxış keçirilmədən 25.000 manat təmir xərci çıxardıblar. Birgə nikah dövründə təmir olunduğuna görə onlar heç bir qaymə, evin heç bir material xərci, heç bir şey göstərmədən, qiymətləndirmədən 25.000 manat əldə edildiklərinə görə həmin pulun yarı pulunu tələb edirlər. 12.500 manatı məndən tələb edirlər. Halbuki evə təxmini 5.000 manat xərcim çıxıb. Rəşad Mikailova çatdırın ki, bundan sonra bir də belə mövzulardan narahat eləsəm, mən polisə verəcəm, artıq prokuraturaya verəcəm. Qiymətləndirici o cür faktlara qiymət vermir. Qiymətləndirici əmlak üzərində çəkilən xərcləri müəyyən edir və həmin xərclərə uyğun olaraq da qiyməti çıxardır. Təbii ki, bu xərclərə təmir bərpa xərcləri, işçilik haqqları və sair məsələlər daxildir. Qiymətləndiricinin çıxardığı rəqəmlə şəxsin özünün iddia etdiyi rəqəm arasında fərqin olması başa düşüləndir. Bu cür situasiyalarda verilən qərarlara artıq bu məhkəmənin bilavasitə verə biləcəyi bir qərardır. Buna bağlı zəruri olan faktlar məhkəməyə təqdim edilsə, yəqin ki, məhkəmə